Herkese salam. Növbəti faydalı videonu çəkirəm. Bugünkü videomda onlayn formada alə tərkibi haqqında arayış, yəni alə üzvləri haqqında arayış necə alınır onu göstərəcəm inşallah. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Buradan digital login yazırıq. Yuxarıda çıxan yazıya toxunuruq. Sol taraftan yuxarıdan MyGov ID yazılan yerə toxunuruq. Sağ taraftan yuxarıdan daxil olun yazılan yerə toxunuruq. Buradan indi şəxsi kabinetimizə daxil olmalıyıq. Mən MyGov ID proqramından daxil olacağım. Əgər sizdə yoxdursa, digər üsulları test etsiniz. Sima imza, açan imza, identifikasiya nömrəsi, yəni şəxsiyyət vəsiqəsi məlumatlarıyla şəxsi kabinetinizə daxil ola bilərsiniz. MyGov ID proqramını açıram. QR kodu skan edirəm, təsdiqləyirəm və anında şəxsi kabinetimə daxil oldu. Buradan birinci yazıya, yəni MyGov yazılan yerə toxunuruq. Daxil olun yazılan yerə toxunuruq. Və məni anında my.gov.az şəxsi kabinetimə yönləndirdi. Burada yuxarıda sol tərəfdə ana səhifə, sağ tərəfdə xidmətlər. Xidmətlər bölməsinin üzərinə gələndə qurumlar yazılan yerə, yəni ortada qurumlar yazılan yerə toxunuruq. Aşağı düşürük. Deməli, alə tərkibində arayışı bizə Ədliyyə Nazirliyi hazırlayıb təqdim edəcək. Onun üçün Ədliyyə Nazirliyi yazılan yerə toxunuruq. Aşağı düşürük. Baxırsınız, alə üzvləri haqqında arayış yazılan yerə toxunuruq. Deməli, burada xidmət ödənişsizdir, yəni dövlət rüsumu yoxdur, baxırsınız. O qeyd olunub və xidmətin addımları qeyd olunub ki, yəni 2 addımda alə tərkibi haqqında arayışı əldə edə bilərik inşallah. Müraciət et düyməsinə toxunuruq. Buradan arayışın təqdim olunacağı yeri baxırsınız. Həmin yeri seçməliyik. Ölkə və yaxud da səfirlik. Mən ölkə seçirəm. Sağdan indi ölkəni seçməliyik. Burada müxtəlif ölkələr qeyd olunub. Mən yuxarıdan Azərbaycan Respublikası öz ölkəmi seçirəm. Mobil nömrə sizdə yoxdursa, yəni məndə avtomatik olaraq seçili görünür. Mobil nömrə hazırdır. Siz qeyd edə bilərsiniz öz nömrənizi. Elektron poçt ünvanı, e-mail adresi hazırdır. Siz öz e-mail adresinizi qeyd edə bilərsiniz bu bölməyə. Və aşağıdan əlavə qeyd bölməsinə yaza bilərsiniz ki, konkret olaraq deməli, alə tərkibi haqqında arayış hansı quruma təqdim olunacaqsa, onu burada yazırsınız. Müraciəti göndərəndən sonra deməli, Ədliyyə Nazirinin nümayəndələri yazdığınız, yəni həmən yazıya əsasən sizin arayışınızı hazırlayır və sizin şəxsi kabinetinizə əlavə edirlər. Onu yaza bilərsiniz ki, hansı quruma təqdim olunur və yaxud da yaza bilərsiniz ki, mən və ailə üzvlərim hal-hazırda filan şəhərdə, filan rayonda, filan kənddə yaşayırıq. Onu da qeyd edirsiniz və göndərəndə dediyim kimi onlar da ona uyğun, yəni nümayəndələr ona uyğun hazırlayıb sizin şəxsi kabinetinizə əlavə edirlər həmin arayışı. Deməli, müraciəti göndər düyməsinə toxunandan sonra yenidən bir bölmə gəlir. Deməli, orada yenidən təsdiqləməlisiniz ki, ailə üzvləriniz, ad familiyası, doğum tarixi hamısı yenidən qeyd olunacaq. Yəni o həmin bölməyi klik eləməlisiniz. Həmin bölməyi də klik edəndən sonra müraciəti göndərirsiniz. İş günü ərzində, yəni iş günündə göndərsəniz daha yaxşı olar.
deməli bir iş günündə hazırlayıb geri dönüş edirlər. Yəni deməli hazır arayışı sizin şəxsi kabinetinize əlavə edirlər. Müraciətin də statusundan tarixçə baxırsınız yuxarıda. Tarixçə yazılan yerə toxunursunuz. Buradan izləyə bilərsiniz. Məsəl üçün, bax, mən burada arayış almışam özüm. Məndə status tamamlanıb. Yəni artıq mənə geri dönüş ediblər. Sizdə ilk dəfə təzə göndərdiyiniz üçün burada status bölməsində qeyd olunacaq ki, quruma göndərildi. Dediyim kimi iş günləri göndərsəniz daha yaxşı olar. Yəni tez cavab verilir. Bir günə cavab verilir. Deməli, bu hissəyə toxunandan sonra burada əlavə deməli səhifə açılır. Orada arayış sizə yəni necə formada yazılıb göndərilib ona baxa bilirsiniz və sağ tərəfdən yuxarıdan deməli arayışı kompüterə və yaxud da telefona yükləyə bilərsiniz. Arayış indi inşallah mən almışam. Hansı formada yazılır? Bəzi yerlərini inşallah sizin üçün oxuyacağım. Arayışda nələr qeyd olunur? Deməli, qeyd olunur ki, arayış, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid 09.02.2026-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir. Şəxsin soyadı, adı, ata adı, burada böyük hərflərlə qeyd olunur. Doğum tarixi, doğulduğu yer qeyd olunur. Aşağıda ailə üzvləri haqqında məlumatlar qeyd olunur. Və onun aşağısında da arayış Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təqdim edilməsi üçün verilir. Yəni mən əlavə qeyd bölməsində konkret ünvan yazmadığım üçün burada ümumi qeyd olunur ki, yəni ümumi yazılıb ki, arayış Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təqdim edilməsi üçün verilir. Və onun aşağısında da deməli kim arayışı tərtib edibsə, həmin şəxsin ad soyadı yazılır. Videom bu qədər. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.